Salam əziz və dəyərli Milli Coin istifadəçiləri, hər birinizi salamlayıram. Bugün ayın 20-si, 20 mart tarixində sizin qarşınızdayım və 20 mart tarixi Novruz bayramını bizə xatırladır. Hər birinizi Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bol ruzili, bərəkətli bir il olsun sizlər üçün, hər biriniz üçün. Və biz vaxt itirmədən keçək bizim Milli Coin istifadəçilərinin suallarını cavablandırmağa. Yəni 17-ci mövsüm artıq 18 martda başlamışdı və istifadəçilərimizin ağlında bir-iki suallar qalmış ki, 17-ci mövsüm nədir, hansı yeniliklər gəldi və tam olaraq 17-ci mövsümdə bizi nələr gözləyir? Bu haqda sizə məlumat vermək istəyirəm. 17-ci mövsüm başlamamışdan qabaq mən sizə bir-iki nüansı qeyd etmək istəyirəm ki, artıq Milli Coin 4 ildən çoxdur ki, fəaliyyət göstərir. 2021-ci ildə fevral ayının 23-ü Milli Coin yaradılıb və 4 ildir ki, sizin qarşınızdadır. Milli Coin'də siz belə deyim də 4 il ərzində elə istifadəçilərimiz var ki, artıq bizdən 4 ildir ki var və 4 ilimizi qeyd edib və bu 4 il ərzində 8500-dən çox qalibimiz olub, yəni pul çıxarışları edən istifadəçilərimiz olub. Hətta top lider siyasətində görsəz, çox çıxarışlarımız var oradan. İstifadəçilərin çıxarışları hədsiz sayda çoxdur. Hər biriniz oradan izləyə bilərsiniz. Və gəlin keçək biz 17-ci mövsümdə bizi nələr gözlər, hansı dəyişikliklər olundu. 17-ci mövsüm bir çox istifadəçilərimiz üçün biraz qaranlıq qaldı və mən sizə onları tam ətraflı sizə izah edəcəm. Və bizdə 17-ci mövsümdə nə yeniliklər oldu? Ən əsası rütbə vəzifələr gəldi. Rütbə vəzifə bir çox istifadəçini maraqlandıran bir komponentdir və burada ən aktiv oyuncular, aktiv oyuncular, referalları bollar oyuncular burada qazanacaqlar təbii ki və 17-ci mövsümdə rütbələr kimlərə veriləcək, onu sizin nəzərinizə çatdırım. Rütbələr ən çox pul çıxarışı etmiş istifadəçilərimizə rütbələr veriləcək ki, 1-ci yer, 2-ci yer, 3-cü və ta bu sıralama 10, hətta və 20-ci yerə qədər olacaq. Rütbələr təqdim olunacaq və əlavə oradan pul qazanacaqsınız sizdə. İkinci mövsüm isə, daha doğrusu ikinci nüans isə vəzifələr bir predimentidir. Vəzifələr nədir? Vəzifələr isə kimin ki, hansı istifadəçinin ki, daha çox referalları var və o referallarla işləyən bir insandır və onlara vəzifələr təqdim olunacaq. Vəzifələr necə olacaq? Məsələn, bir istifadəçimiz bir ay ərzində Milli Coin'dən 400, 500, 200, 300 manat yaxın çıxarış. Məsələn, mart ayıdır. Mən bu mart ayı ərzində, mart ayının 1-dən 31-nə kimi 400 manat çıxarış etmişəm Milli Coin'dən. Və vəzifə mənə verilibsə, mən artıq həmin ayın sonunda 400 manat toplamışamsa 2 qatını alırım. Yəni 400 manat da əlavə keş olaraq kartıma və yaxud da eman hesabıma köçürülür. Və bu da vəzifənin üstünlüyüdür. Mən sizə ən çox rütbə vəzifələri izah etdim. Rütbə vəzifələr inşallah ayın 21 mart tarixində, daha doğrusu sabah ya bir gündə sizə tam olaraq aktiv olacaq. Və VIP statusun üstünlükləri sizə getmək istəyirəm ki, VIP status nədir? Və VIP statusu nə üçün biz alırıq? Nəyə görə VIP status bizə lazımdır? Oyunda bir çox istifadəçilərimiz deyirlər ki, oyun pulsuzdur, bəli pulsuzdur, heç bir kriptovalyuta ilə əlaqəsi yoxdur, heç bir yatırımlı bir sayt deyil. Bu tam olaraq intellektual, stimullaşdırıcı, baxın belə deyim də, boş zamanlarınızı qiymətləndirən, pul qazanan bir saytdır. Yəni boş zamanlarımızda biz gedib çayçıda otururuq, nə bilim, söhbət edirik, bəzi xanımlar indi ola bilər ki, qeybət edir ora-bura. Bu vaxtımızı, bu boş vaxtın, boşa sərf etdiyimiz vaxtımızı nəyə görə Milli Coin'də keçirdib pul qazanmayaq? Milli Coin sizin üçün ona görə lazımdır ki, Milli Coin'ı buna görə sevin ki, boş vaxtınızı dəyərləndirə biləsiniz. Yəni hətta burada və deyim də, boş vaxtınızı pul qazana bilərsiniz. Bunu sizə izah etmək istəyir və Milli Coin ona görə yükləyib oynayır. Onun üçün də VIP status deyirlər ki, bəs oyun pulsuzdur, niyə VIP status tələb edirsiniz? VIP status sizin bir üstünlüyünüzdür. Necə? Etibarlı status, etibarlı istifadəçi adına layiq görülürsünüz VIP status aldırdı. VIP statusun üstünlükləri 21 mart tarixində, inşallah sabah birisi gün sizə təqdim olunacaq. Burada 2 qat mining sürəti olacaq. Məsəl üçün, saatda siz 100-200 coin qazanırdısa, VIP statusda artıq bu 2 qat mövsüm, 2 qat sürət olacaq, 200 yox, 400 qazanacaqsınız. Aksiyalar vaxtı VIP statusun oyuncularına özəl endirimlər olacaq burada. Yəni, aksiyalar keçdikdə VIP statusda alan istifadəçilərə
burada özel endirimlər təşkil olunacaq və turnirlər və viktorinalara giriş olacaq burada. Artırılmış referal qazancı, yəni Ref 300 tarif planına keçirsiniz VIP statusda. Ref 300 nədir? Siz referallarınızı 1-ci, 2-ci, 3-cü pillə və 5-ci pillə referallarınızdan qazanırdınızsa, məsəl üçün referal 100 sürəti ilə və artıq qazanırsınız referal 300 sürəti. Referal 300 sürəti 2 qat daha artıq sürət deməkdir bu. Daha sonra Grand Box və sandıqlara giriş. Pulsuz sandıqlar var ki bizdə. Sağ tərəfdə görə bilərsiniz sandıqlarımız, bəli. Sağ tərəfdə sandıqlarımız görürsünüz və Grand Box sol tərəfdə təbii ki. Və burada bu iki komponentə VIP statuslu istifadəçilərimiz yararlana biləcəklər. Gündəlik sandıqlar açacaqlar, pulsuz sandıqlar və Grand Box-a səviyyələr keçdikdə əlavə bir coin sizə təqdim olunacaq. Plusda, Plus nəyə nəzərdən qaçırırıq? Oyunlara giriş. Oyunlar var ki, 2048 oyunu var orada. Ev tikmə oyunu var və bir çox oyunlar var ki, həmin oyunlara giriş əldə edirsiniz VIP statusundan və oradan da coin qazanırsınız. Bəli, səviyyə qiymətinin 2 dəfə ucuz olması. Necə? Bunu sizə izah edeyim. Bəzi istifadəçilərimiz var ki, müəyyən səviyyələrdə ilişirlər. Referalları olmur, qalxa bilmirlər növbəti səviyyə və səviyyə almaq istəyirlər. Və bu səviyyələrdə referal VIP statuslu istifadəçilərimiz o səviyyələrdən 2 qat ucuz olaraq səviyyəni əldə edə bilərlər. Referal qazancı nədir? Keçirik referal qazancına və 3-cü punktumuzda. Birinci səviyyə referallarınızın pullu xidmətlərindən 20% keşbek qazanırsınız. Bu nə deməkdir? Bir referalınız, məsələn bir dostumu dəvət etmişəm, Vüsal bəyi dəvət etmişəm və Vüsal bəy oyuna girdi. Okay, məndən məlumat aldı ki, bəs bu nə oyundur, nə demək izah etdim və Vüsal bəy ödəniş etdi, məsəl üçün VIP statusu aldı. VIP statusu neçəyə deyirsə, məsəl üçün 2 manat olsun, 3 manat, 4 manat, 5 manat və onun sizə tam-tamına 20% keşbek olaraq dərhal sizin yığımınıza əlavə edilir və oradan sizə bildiriş kimi gəlir ki, həmin referalınız VIP statusu aldı və yaxud da başqa bir xidmətdən istifadə etdi və siz onun 20% keşbekini əldə etmiş olursunuz. Bu formada. Gəlirik lider siyahısına. Lider siyahısı nədir? Aylıq 20 ən aktiv oyuncu seçiləcək burada. Lider siyahısında bonuslarla mükafatlandırılacaq. Bəli. Yeni lider siyahısı artıq səhifəmizdə var. İzləyə bilərsiniz onu. İlk 20-liyə düzələn oyuncuların vəzifələri olacaq. Yəni deyirəm, vəzifə və maaşlar sırf olaraq lider siyahısında son 20 yerə düşən istifadəçilərimizə təqdim olunacaq. Və referal boom. Referal boom nədir? Siz orada oyunda müəyyən vaxtlar çərçivəsində görə bilərsiniz referal boomu orada. Referal boom isə hər bir referalınızı dəvət etdi. Söhbət birinci pillə referallarınızdan gedir. Bəli, birinci pillə referallarınızı dəvət etdikdə referal booma düşürlər onlar və referal booma düşmək üçün VIP statusu mütləqdir. Bəli, həmin referallarınıza deyin ki, VIP statusu mütləq əldə etsinlər ki, sizin referal boom siyahısınıza həmin referallar düşsün və limit olaraq limit artırıldı. Əvvəl 100-dür, bəli, indi artıq 200 referal toplayanlara artıq maksimum həmin həddə çatsalar 1000 manata yaxın pul qazana bilərlər. Aktiv oyuncuları stimullaşdırmaqla biz artıq oyunu daha da mükəmməlləşdirməyə hazırlaşırıq. Növbəti çıxarışlar üçün son 30 günlük mərhələnizdən asılı olaraq 10%, 15% və 20% artırılmış tövsiyə sizə olunur. Burada məsələn bu sistemin əslində aktivliyini qorumağa kömək edəcək bu əsasən və sizə stimullaşdırıcı bir güc olaraq təqdim olunacaq. Yaşıl çıxarış düyməsinin aktivləşdirilməsi, bəli, bu hamımıza çox maraqlı və düşündürücü sual. Bəlkə də bu videonu izləyirsiniz ki, mən artıq yaşıl çıxarış düyməsinin necə olacağını sizə məlumat verim. Burada aktiv qalmaq üçün minimum 6 referalınız mütləq lazımdır. Bunu sizə qeyd etmək istəyirəm ki, minimum 6 referalınız mütləq olmalıdır. 6 referal, həmişə bu 6 referal sizə kömək olacaq ki, hər çıxarışlarda 6 referal sizə kömək olacaq. Burada bir çox istifadəçilərimizi düşündürən suallar budur ki, bəs 6 referaldan sonra bizə referal dəvət olmayacaq, yəni ehtiyac olmayacaq. Təbii ki, olacaq. Siz referallarınız nə qədər çox olsa, o qədər yaxşıdır. Amma çıxarış düyməsinin aktivləşdirilməsi üçün minimum 6 referalınız olmalıdır birinci səviyyədə və hər birinin balansı 8 manat olarsa, siz çıxarışı təbii ki, etmiş ola bilərsiniz. Və burada
Burada yekunlaşmır. Siz pulunuzu çıxartdınız, ikinci mərhələmiz gəldi. Düzdür? İkinci mərhələmizdə də o 6 aktiv referal sizə kömək olacaq və 6 referalın balansı ikinci mərhələyə keçəcək. Düzdür? Plan olacaq 10, 20, 30, 40 və yaxud da 50. Burada artıq 6 referalın balansı 8 manat yox, 10 manat təqdim olunacaq sizə və üçüncü mərhələyə keçəcəz. Həmin 6 referalın balansı 12 manat olmalıdır. Burada cədvəl də var, orada görə bilərsiniz. Üçüncü mərhələdə bəli 12 manat, dördüncü mərhələdə 14 manat olmalıdır. Beşinci mərhələdə 15 manat və 6-cı mərhələdə 20 manat olmalıdır. Bu 6 mərhələni keçəndən sonra deyəcəksiniz, bəs sonrası nə olacaq? Həmin mərhələni keçən insanlar 6-cı mərhələni keçəndən sonra artıq həmin andan sonra ona referal ehtiyacı olmayacaq və öz rekordunu keçərsə və çıxarışını edə bilər. Keçirik əsas nüansa. 17-ci mövsümdə yenilik budur. Bu çox istifadəçilərimizi bəli maraqlandırır. Nədir yenilik? Həmin referalınız, bəli, bir müddət var idi ki, 6 referal dəvət edirdi, 8 manat olurdu, çıxarış edirdi. Hər dəfə 20 manata çatdıqda bu yaşıl düymə aktiv olurdu. İndi burada bir nüans var ki, necə aktiv olacaq? Həmin 6 referalınız 8 manatı yığarsa birinci mərhələdə, siz də son 30 gün ərzində referallarınızdan, birinci və 5-ci pillə referallarınıza kimi bütün referaldan 5 manat toplayarsınızsa referal qazancından sizin yığımınız aktiv olacaq, yaşıl olacaq. Bəli. Keçdiniz ikinci mərhələyə. İkinci mərhələdə həmin referalların balansı 6 manat olmalı, 6 nəfər, balansı 10 manat olarsa və referallardan yığımınız 5 manat yox, 10 manat olarsa sizin yığım çıxarışınız aktiv olacaq. Üçüncü mərhələdə 6 referal qalır, balansı olur 12 manat və siz ondan yığmalısınız. Referallardan yığmalısınız. Toplam referallardan 15 manat. Belə orada siyahı var ki, görə bilərsiniz orada. Artırılan faiz də 10% olaraq artırılacaq orada sizlər üçün. Oyun mərhələləri nədir? Oyun mərhələləri qeyd etdiyim kimi 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı mərhələlərdən ibarətdir və bunlar sizlər üçün planlar kimi olur. 1-ci plan, məsəl üçün 10-cu plan, 100-cü plan, 1000, 1111 və 1001-ci plan, axırıncı 6-cı mərhələnin planıdır. Və bir nüans var ki, referallardan bir çox istifadəçilərimiz deyir ki, referallarımın çoxdur və onlardan yığım edə bilmirəm, vaxtımı itirirəm və siz üçün düymə olacaq ki, referallardan bir dəfəlik onu tıklayırsınız, bütün referallardan hamısını yığımınızı edəcəksiniz. Narıncı nişan hamımızı çox yaralı bir yerdir. Bəli, narıncı statusu nədir? Narıncı statusu nəyə görə düşürük biz? Bəli, narıncı statusu nədir? Narıncı statusu, mən oyuna qoşuluram. Bəli, qoşuldum oyuna. İlk dəfə də milli oyunu görürəm. Oyunumuza qoşuldum və biraz keçir, nə bilim, 10 gün, 15 gün yığımı edirəm və tap narıncıya düşdüm. Nəyə görə? Bu çox maraqlı bir sualdır. Çox istifadəçilərimiz bəli deyir ki, mən narıncıya nəyə görə düşdüm? Narıncıya düşməyin səbəbi olur ki, əziz istifadəçimiz, siz referal dəvət etmirsiniz, VIP status əldə etmirsiniz. Sadəcə girib yığımınızı yığırsınız. Bu, olar demirəm, olmaz. Okey. Bundan pul çıxarışı da elə bilərsiniz, sadə olaraq tək. Amma burada siz heç bir fəaliyyət istifadə edən, heç bir fəaliyyət göstərmirsiniz. Oyunumuzun daha da irəliləməsi üçün bizə trafik lazım. Trafik də insan sayıdır. Və insan sayı olduqda, təbii ki, sizə də biz şərait yaradır ki, çıxarışınızı edəsiniz. Bir insan ki, mən heç kimi dəvət etməsəm, heç bir oyunda istifadə etməsəm, təbii ki, mənim oyunum bloklanacaq mənim üçün. Onun üçün də oyunu yüklədikdən sonra ya VIP statusu alın, tam statusu rahat bir şəkildə və deyim də relax olun. Relax olub oyununuzu oynayın. Yəni, etibarlı istifadəçi olun bizim gözümüzdə və yaxud da referallar dəvət edin. Okey. VIP statusu almırsan, okey, əla. Amma referallarını dəvət et, əziz istifadəçi. Referallarını dəvət et ki, narıncı statusa düşməyəsin. Burada sistem tərəfindən qurulub hər bir şey. Yəni, burada sistem görür ki, sən heç bir fəaliyyət göstərmirsən, VIP status əldə etmirsən və yaxud da digər oyunun funksiyalarını istifadə etmirsən, yalnız və yalnız oturub gözləyirsən ki, mənə kimsə pul verəcək. Yəni, burada bu absurddur. Ya referal dəvət etməlisin, ya da VIP statusu təmin etməlisən ki, sən narıncıya düşməyəsin. Yəni, bu narıncıya düşməyən, daha doğrusu narıncıya düşən istifadəçilərə bir örnek olsun ki, hal-hazırda narıncı statusunuz varsa, siz VIP-lara narıncıdan azad ola bilərsiniz. Və keçirik hesabın təhlükəsizliyi. Yaxınlarda bəli, bir neçə hesab bu.
bir hesabda problem yaranmışdı ki, təhlükəsizlik qorunmamışdı hesabda, bəli. O da istifadəsinin öz günahı. Nəyə görə? Login ilə parolunu eyni qoymuşdu. Bəli, login ilə giriş adı ilə, istifadəçi adı ilə parolu eynidir. Və qıraqdan görən bir istifadəçi eyni parolu yazıb, eyni şifrəni, eyni logini, eyni parolu yazıb o hesabına daxil olub pul çəkmişdir. Biz onu qarşısına aldıq müəyyən vasitələrlə və artıq sizə də tövsiyə etmək istəyirik ki, logininizlə parolu eyni qoymayın. Fərqli, güclü parolu təşkil edin ki, problem yaranmasın. Dəstək xidmətimiz, call center xidmətimiz daima sizin qulluğunuzdadır. Bizi əlaqə saxlaya bilərsiniz. WhatsApp üzərindən, Telegram üzərindən və yaxud da tiket bölməmizdən həmin anda biz sizin suallarınızı cavablandırmağa hazırıq. Bizim WhatsApp qrupumuz da var, Telegram qrupumuz da var və ora girib suallarınızı ünvanlaya bilərsiniz. Kubik oyunu da mövsüm zamanı tam hazır olacaq. Bəli, bir çox istifadəçilərimiz Kubik maraqlandırır ki, Kubik nəyə görə biraz geridə qaldı, amma heç narahat olmayın. Kubik oyunu üzərində də biz çalışırıq və tezliklə sizə Kubiki tam olaraq təqdim edəcək. Balanslı və hər bir şey öz yerində. Kubikləriniz rahatlıqla reklamlarınızı yerləşdirə bilərsiniz. Kubikdə kriptovalyuta deyil qətiyyən. Hər bir kubik kriptovalyuta kimi görməyin. Xeyr, o reklam afişasıdır. Öz reklamınızı oraya yerləşdirə bilərsiniz. Kubik sırf bunun üçündür. Çıxarış qaydaları da yenidən aşağıdakı mərhələləri çıxara biləcəksiniz. Məbləğləri daha doğrusu çıxara bilərsiniz. Burada necədir? 20 manatdan 29 manata kimi cədvələ uyğun plan səviyyə tələbi yoxdur. 6 nəfər referallarını tam ödənişsiz çıxarırsınız. Bəli. İlk oyuna girmişsiniz. Bəli. Referalınızı 6 nəfər tamamladınız. Düzdür, okey. Hər birinin balansı 8 manat oldu. Siz opsiyonlardan 5 manat yığırsınızsa rahat çıxardınız. Bu birinci. Oyuna ilk girən istifadəçilərimiz üçün. Bəli. Növbəti mərhələ gəldiyimiz üçün yox, 29 yox, 30 və yaxud da 30-dan yuxarı. 30 manatdan 49 manata kimi şərtlər səviyyə minimum 28, plan 5 olmağı tələb edir. Bəli, bəli. Burada tələb mütləqdir. 50 manatdan yuxarı çıxarışlar üçün 42 səviyyə və ondan başqa heç bir məhdudiyyət yoxdur. Maksimum 42 səviyyəyə çatmalısınız. Oyun platforması mütəmadi olaraq yenilənir və bu da təkmilləşdirilir sizlər üçün. Bu qədər dəyərli və əziz istifadəçilərimiz, hər birinizə Novruz bayramı münasibəti ilə uğurlar arzulayıram. Bizimlə qalın, daha da maraqlı olacaq. Müəyyən verdiyimdə sizə tam olaraq fikrimi çatdıra bildim. 17-ci mövsüm tam təqdim edə bildim sizə. Nə suallarınız olarsa bizim call center xidmətinə və yaxud da tiket xidmətimizə 7-24 saat ərzində sual yaza bilərsiniz. Daima adminlərimiz sizin suallarınızı cavablandırır. Çox sağ olun, təşəkkür edirəm. Bizimlə qalın və bizimlə qazanın.